My name is Dominica and I'm an investment associate at Antler. So Antler is a global investment firm. We have 30 offices globally. We invested in over 1,500 companies at this point. And I take care of the investment process for Denmark in particular. So that means anything from taking all of the amazing entrepreneurs into our residencies, mentoring them throughout the residencies, doing the due diligence process, investing in them, and then hopefully helping them in their portfolio. Today, we have the pleasure of introducing the Bootcamp for Founders Academy third cohort, powered by the DDA and sponsored by Pasha Holding. We have a lot of really talented young people that have been selected for this program, moving from a first cohort where we were focused primarily on startup founders to a second cohort where we focused more on the innovation ecosystem, and the third cohort is doubling down on this, having people that are working in innovative corporates, in accelerators, incubators, angel clubs, and in general, all parts of the innovation tech ecosystem here in Azerbaijan. These people will have the opportunity to move abroad and get international exposure for 3 months in companies all around the globe. And I'm very excited to be leading them into this activity. Agentliyimizin təşəbbüsü ilə Founders Akademiya proqramının 3-cü kohortu başladı. Proqram çərçivəsində yerli innovasiya ekosistemindən seçilmiş 10 nümayəndə iqtisadi əhəmiyyətli beynəlxalq şirkətlərdə təcrübə proqramına cəlb olunacaqdır. Proqramın əsas məqsədi yerli innovasiya ekosistemi nümayəndələrinin beynəlxalq şirkətlərdə qazandıqları yeni bilik və bacarıqları yerli innovasiya ekosisteminin inkişafında tətbiq etmək və ekosistemin inkişaf sürətini artırmaqdır. Founders Academy ölkəmizin innovasiya ekosistemində keçirilən ən unikal proqramlardan biridir deyə düşünürəm. Çünki bu proqram təsisçilərə, innovasiya ekosistemində fəaliyyət göstərən oyunçulara beynəlxalq şirkətlərdə təcrübə qazanmaq, təcrübə mübadiləsi etmək imkanı yaradır. Və bu imkandan mən də yararlanmaq istədim. Və mən də bir startup təsisçisi kimi bu proqramın bizə yaratdığı imkanlardan yararlanaraq öz təcrübəmi daha da zənginləşdirmək üçün unicorn şirkətlərdə təcrübə keçmək istərdim. Elə bu məqsədlə də proqrama müraciət etdim və qəbul oldum.